Deməli, ikinci mövzuda. Bu asandır, elə belə biraz təkrarlamaq üçün yazaq. 5m kvadratı n-də. Burada ortaq onsuz da çıxır. 5m-n. Düzdürmü? 5-i 5-ə böləndə gedir. M kvadratını m-ə böləndə bir dənə m artıq qalır. N-i də n-ə böləndə gedir. Çıxaq. 20-ni 5-ə böləndə 4. M-ə m-ə böləndə gedir. N kvadratı n-ə böləndə bir dənə n artıq qalır. Yəni olur A bəndi. Aydındır. Biraz balaca çəkmişdim, onu böyüdək. Bax, əsas bu bölmədə bizə vacib olan şeylərdən biri bu vuruqları ayırmadır. Qaydasını deyirəm, diqqətlə qulaq asın, buna aid çox sual var. Bax, biz həmişə bu misallara baxanda nəyə diqqət eləməliyik? Birincisi, bu A ilə C-yə hasili 3 vur mənfi 7 olan ədəd. Mənfi 21, bir də cəmi mənfi 4 olan ədəd. Hansı ədədlərdir? Vuranda mənfi 21, toplayanda mənfi 4 eləsin. İşarə olaraq mənfi 7 və müsbət 3. Düzdürmü? Ona görə biz nə edirik? Deməli, 3x kvadratı çıxaq. Mənfi 4x var ha buradakı. Onu yazırıq. Mənfi 7x, bir dənə müsbət 3x. Fikrim çatdı? Elə bir də onu əvəzləyirik belə. Bunu da niyə əvəzləyirik? Qruplaşdıranda burada ortaq nə çıxır? X. Qalır 3x çıxaq 7. Üstə gəl. Burada da onsuz da 3x çıxaq 7-nin özü deyil. Ortaq olur 3x çıxaq 7. Hər ikisində var. Bəs yerdə nə qalır? Yazılmıyor. X. Üstə gəl. Burada görünməyən bir şey var. Nədir? 1. Çünki 1 vuraq yazsam nəsə dəyişər orada. Hansı variant o? C bəndə olur. Aydındır. 4-ə baxaq. 4a kvadratı çıxaq 4a üstə gəl 1. Çıxaq 4b kvadratı. Mən burada yerlərini dəyişdim. Çünki orada a-ya aid nələrsə var. Amma b-yə aid heç nə yoxdur. Onu tək saxlayırıq qıraqda. Bu nəyin düz sürünü verir? 2a çıxaq 1-in. Birincinin kvadratı 4a kvadratı. 2a-nı 1-ə vursan 2 misli 4a. Biri 1-in kvadratı elə 1. Çıxaq 4b kvadratı özü 2b-nin kvadratı deyilmi? 2 dənə kvadratla bir dənə çıxma varsa bir dəfə bəli 2a çıx 1 üstə gəl 2b. Bir də 2a çıxaq 1 çıxaq 2b. Yəni variant olaraq hansı olur? A bənd deyəsən. Yoxsa Y variantı? Hə, A variantı. 2b deyildir Y-də. O variantları istəsən də biraz diqqətli olun. Mənim özümün gözümdən qaçır bəzən. A üstə 4, üstə gəl A kvadratı, üstə gəl 1. Burada bir neçə yol var. İndi mən isə məsləhət bildiyimi deyim. Bax, A üstü 4 nəyin kvadratı? A üstü 2-nin. Bir də 1-in kvadratı, düzdürmü? Elə belə bir dənə bu mötərizə kvadrat görək nəyi verir bizə? Bax, birincinin kvadratı A üstü 4. Üstə gəl. A kvadratın bir azının 2 misli 2A kvadratı. Üstə gəl, 1-in kvadratı 1. Oldu belə. Yuxarıdakı ifadə ilə bizim aldığımızın arasında fərq nədir? A kvadratından bir dənə artıqdır aşağıda. Orada 1A kvadratı, aşağıda məndə aldığımda 2A kvadratdır. Onda belə çıxır ki, iki tərəfdən də mən A kvadratı çıxsam, bax, buradan A kvadratı çıxdım, buradan da A kvadratı çıxanda nə qalır? Bir dənə A kvadratı qalır. Yəni, mənə lazım olan ifadəni alıram. Bunu soruşur da məndən. Demək, buna bərabər imiş. İndi nə yazacağım? Bir dəfə yazacağım A kvadrat üstə gəl 1, üstə gəl A. Bir dəfə də yazacağım A kvadrat plus 1, çıxaq. Aydındır. Bu qədər. Variant olaraq hansı düşür?
A variantı düşür. Bəli. Birdən, yəni deyirəm, diqqətsizlik olar, şərəyə diqqət edin. Yaxşı. Hə. Biz burada baxırıq ki, y çıxab 1, x çıxab 1. Biz bunları qruplaşdıra bilmərik də, ayrı-ayrı şeylərdir. Ona görə nə edəcəyik? Vurub açacağıq, sonra təzən yerlərini dəyişib qruplaşdıracağıq. Yəni, burada belə deyim. X kvadratın y-ə vuranda, x kvadratı y, x kvadratın 1-ə vuranda mənfi x kvadratı. Mənfi y kvadratın x-ə vuranda, mənfi y kvadratı x və mənfi y kvadratın mənfi 1-ə vuranda müsbət y kvadratı alınır. İndi neyiniyə burada? Yerlərini dəyişək. Çünki belə ortaq çıxarsam problem olacaq. Ona görə bunların yerlərini dəyişirik. Yəni belə deyək də, burada bu ikisinin yerini dəyişirəm. Nə olur? X kvadratı y çıxa y kvadratı x çıxa x kvadratı üstə gəl y kvadratı alınır. Belə bir şey olur. Aha. Buradan ortaq nə çıxır? X və y ikisi də var. X-dən bir dənə artıq qalır. Burada da y-dən bir dənə artıq qalır. Burada mənfini çölə çıxarsaq, x kvadratı çıxa y kvadratı alınırmı? Bəli. X kvadrat çıxa y kvadratı olanda, bu olur bir dəfə x çıxa y, bu da olur x üstə gəl y. Belə bir şey olur. Ortaq nədir? X çıx y, hər ikisində var. Burada bu, burada da bu. Yerdə nə qaldı? İndi onlara baxaq. Yerdə burada qaldı x, y çıxılsın. Burada nə qaldı? Mənfi x, mənfi y. Ehtiyatlı olun, niyə? Çünki qabaqda mənfi var deyə ikisinin işarəsi dəyişir. D variantı olur. Fikrim çatdı? Keçək 8-ə. A kvadrat çıxaq. Deməli, neyiniyə burada biz? Baxırıq ki, orada A digərlərindən fərqlənir. B ilə C bir yerdə olduqları bir ifadə də var, ayrı-ayrı da var. Neyniyəcəm? 49A kvadratını saxlayıram, ondan işim yoxdur. Bir dənə orada mənfini çölə çıxarsam nə qalır? Mənfini çölə çıxarsam olur müsbət 9B kvadratı. Çıxaq. Mənfi 3B-si. Mənfini çölə çıxartmışam, hamısının işarəsi dəyişir. Bir də üstə gəl. 4-də 1 kvadratı alınır. Aha. Bu da nə olur? Bu 7A'nın kvadratı deyil, bu düstur. Bəs bu nədir? Nəyin düsturudur? 3B çıxaq 2-də 1 sənin mötərizə kvadratı. Düzdür? İndi 2 dənə kvadratla bir dənə çıxma varsa, bir dəfə plus, bir dəfə minus olur. Yəni 7A üstə gəl, 3B çıxaq 2-də 1 isə, bir dəfə də 7A çıxılsın olanda bunların işarəsi dəyişir. Belə bir şey qalır. Hansı? C bəndinə bir dənə baxın. Vallahi C variantını mən daha çox oxşatdım. Orada sadəcə fərq, mən nəysə səhv... 7 minus alınır. Bir dənə özür istəyirəm. Hədə Y variantı deyəsən düşürə? 2-də 1 isə 7A plus 3B çıxır. Hə, Y variantı. Ehtiyatlı olun belə şeylərdə. Adam biraz gözü qarışır işarədə. Əsas o da düz olsun. Düzdürmü? Doqquzuncu sual. Əslində bu sualdandır. Burası daha sadə variantıdır. Eyb yox. Birində yazaq ki, vərdiş edəsiniz. Necə fikirdir? Əla.
36b kvadratı çıxılsın. Burada mənfini çölə çıxardanda nə olur? Hamısının işarəsi dəyişir və hamısı müsbət olur. Bir dənə yerlərində dəyişəcəm. A kvadratı üstə gəl 4ax, üstə gəl 4x-in kvadratı. Belə olur. 36b kvadratı 6b-nin kvadratıdır. Bu isə A üstə gəl 2x-in mötərizə kvadratıdır. Düzdürmü? Onda bu olur 6b üstə gəl A plus 2x. Bu da olur 6b çıxaq A çıx 2x. Yenə deyirəm, mənfi ikisinin işarəsini dəyişir. O şeydə ehtiyatlı olun. Oldu? Belə. A variantı. Variant söhbətlərdən biraz qorxuram deyə onu sizin ixtiyarınıza buraxıram. Bəli, sizə güvənirəm. Doğru variantlar YouTube'da yazın. 4a üstü 4 üstə gəl b üstü 4. Deməli, 4a üstü 4 nəyin kvadratdır? 2a kvadratının kvadratıdır. B üstü 4 də B üstü 2-nin kvadratıdır. Düzdürmü? Bir dənə gəlin köməkçi düsturu yadımıza salaq. Köməkçi düsturda A kvadratı üstə gəl B kvadratına deyirdi ki, A plus B-nin kvadratı çıxaq 2AB. Belə idi. İndi burada da həmin söhbətdir. Bir dəfə deməli bunların mötərizə kvadratlarını yazırıq. Çıxaq 2 vur, birinci vur, ikinci. O da nə olur? Vuraq 2a kvadratı, vuraq b kvadratı olur. Düzdürmü? 2a kvadratı üstə gəl b kvadratının kvadratı çıxaq. Bura nəyin kvadratı oldu? 4a kvadratı b kvadratı nəyin kvadratı? 2ab-nin. Bəli. 2ab-nin kvadratıdır. Yazırıq ki, 2a kvadratı üstə gəl b kvadratı bir dəfə üstə gəl 2ab. Bir dəfə də 2a kvadrat plus b kvadratı çıxaq 2ab. Aydındır. Bu sualı həll eləməyəcəm. Sadəcə bir dənə necə cavabı taparıq onu bir dənə diqqətlə baxaq. Ortaq nə çıxar? Hamısı nəyə bölünür? Yaxşı belə deyək. Hamısı 3-ə bölünür. Ortaq deməli 3 var. Bunu yazım qırağa. Başqa nə çıxır ortaq? A. Variant hansı olar? C bəndi. Qutardı. Çünki 3A-nın çıxdığı, ortaq çıxdığı başqa variant yoxdur. Birbaşa qutardı getdi. Yəni bir də başımıza ona görə artmağa dəyməz. O suala bənzər başqa bir dənə sualdır, amma deyəsən ondan deyil tam. Gəl baxaq. Çünki təzə gəlib bu suallar bu il. Ona görə. Burada ortaq çıxır nə? 3m kvadratı n kvadratı çıxır. M-dən biri artıq qalır. 2 dənə daxı. Burada da 3 dənədir. İkisi çıxır. Bir dənəsi artıq qalır. Burada m çıxanı elə yazıram olduğu kimi. Burada ortaq nə çıxır? 2mn. 2mn də çölə çıxardanda nə qalır orada? M çıxan qalır. M çıxan ortaq. Yəni, baxa görə yerdə nə qaldı? 3m kvadratı, n kvadratı burada qaldı. Bir dənə bir söz deyim. M çıxanə böləndə nə qalır? 1. Bir də burada nə qaldı? Yəni, sözümün canı nədir? Burada hamısında m çıxan var da zaten, düzdürmü? M çıxanə bölürsən, m çıxanə bölürsən, m çıxanə bölürsən. Burada sən m çıxanə böləndə bu qalır. Burada m çıxanə böləndə 1 qalır. Burada m çıxanə böləndə 2mn qalır. Fikrim çatdı? Belə. B variantı. Sizə etibar edirəm. Bayaq dediyim kimi, ən vacib söhbətlərdən biri bizim üçün budur. Burada hasil nə olmalıydı? 8 vur, mənfi 2, yəni mənfi 16.
Cəm nə olmalıdır? Ortadakı mənfi 15. İndi vuranda mənfi 16, toplayanda mənfi 15. Açması xeyr. Vuranda belə deyək, mənfi 16 eləsin, toplayanda mənfi 15 eləsin. Mənfi 16 və 1. Mənfi 16-ını sən 1-ə vuranda mənfi 16 alırsan. Mənfi 16 üstə 1 gəldi, mənfi 15 alırsan. Düzdürmü? Biabr olduq. Mənfi 16 və 1. İndi belə deyək. Yazaq 8x kvadratı. Mənfi 15 xy-in yerinə nə yazacam? Mənfi 16 xy üstə gəl 1 xy. Çıxaq y kvadratı burada dişlərini aradır. Bərabər. Buradan mən 8x-i çıxardıram ortaq. 8-i 8-ə böləndə gedir. X kvadratını x-ə böləndə x qalır. 16-ını 8-ə böləndə 2 qalır. Yerdə də y. Burada ortaq nə çıxır? Y çıxır. Bir dənə x qalır. Bir də 2y qalır. Deməli, ortaq nə oldu? X çıxır 2y. Yerdə nə qaldı? 8x üstə gəl y. Y variantı deyirsiniz. Buyurun. Oldu? Bunların hamısı eynidir. Yəni, o vurğuları ayırma söhbətlərinin vacibdir. İnşallah burada buna aid daha 70 dənə yazmışam. 15-ə aid, yəni hansı sual yazdıq istəyirsiniz? Sizə bir dənə göstərim. 15-ə aid misal üçün yazdıq 4-cü sual. Tam eynidir. Yəni, orada sadəcə nə inəyəcəksiniz? Elə bil ki, yazacaqsınız şey, 36x kvadratı üstə gəl 12x plus 1 çıxa y kvadratı. Bu üçü bir yerdə hansı düstur verir? 6x üstə gəl 1-in mötərizə kvadratı çıxa y kvadratı. Bu da nə olacaq? Bir dəfə 6x üstə gəl 1 çıxa y, bir dəfə də üstə gəl y. Qutardı. A variantı. A variantı dəqiq. Bəli. Yaxşı. Buna aid amma 16-ya indicə yazdıq. Yuxarıdaydı ən başda. 4A üstü 4, üstə gəl 5 4. Baxın, biraz əziyyət çəkin, yazın. 17-ni yazacağım. On yeddidə bax, bir dənə məsələn deyim sizə. Normalda biz 4 dənə həddi olanda 2-2 qruplaşdırırdıq da, düzdürmü? Burada qruplaşdırmaq bir fayda vermir. Niyə? Çünki sən buradan tutaq ki, A kubunu çıxartın, qalacaq A üstə gəl 6. Buradan amma 9-u çıxardarsan, qalacaq 6A çıxart 9 falan da, 6A plus 9. Düzdür? Ona görə də ortaq heç nə çıxmır. Biz onda nə etməliyik? Yerlərini dəyişməliyik. Yəni, yazıram A üstü 4 çıxart 81, bunu başa gətirirəm. Sonra qalanını köçürdürəm. Olur belə. İndi A üstü 4 nəyin kvadratı? A kvadratının. 81 də 9-un kvadratı. Burada nə çıxır ortaq? 6A çıxır, qalır A kvadrat çıxar 9. Hər ikisində A kvadratı, indi bir dənə belə deyim. Bunun açılışı bir dəfə A kvadratı plus 9, bir dəfə də A kvadratı minus 9-dur. A kvadrat çıxar 9-a ortaq çıxarsam, burada da var, burada da var. Yerdə nə qalır? Qalır A kvadratı üstə gəl 6A plus 9. Mən biraz yerlərini dəyişdim. Ortaya bunu saldım, sonra bunu yazdım. Fərqi var? Yox. İşimiz bitməyib, davam edirik. A kvadrat çıxar 9 bizə A minus 3, A plus 3 vermir. Bəs bu nəyi verir? Kvadratı. Bu olur A minus 3, bu da olur A plus 3'ün kubu. Aydındır. Y variantı olur. Aydındır. Belə.
18 2x kvadrat plus 6x plus m içərisin bir vuruğu bu olarsa m'i tapın. Şimdi mən bayaq nə demişdim? Demişdim ki, vuruqlardan biri 0 olarsa ifadən özdə nə olur? 0. Yəni yazacağım. Bura bərabər 0. Onda 2x nə olur? Mənfi 1. X nə olur? Mənfi 2-də 1. İndi ora x-ə mənfi 2-də 1 qoyanda 0 oldusa, burada da x-ə mənfi 2-də 1 qoyanda 0 olmalıdır. Bu olur 4-də 1 kvadratı. 4-də 1 2-yə vuranda 2-də 1 olur. 6-nı 2-yə böləndə 3 qalır. Bunu atanda bu yana müsbət 3 çıxar 2-də 1. Yəni olur 2,5. Aydın oldu. Yirmiyə baxaq. Deməli, vuranda bayaq nə deyirdik? Deyirdik ki, hasili 4 vur mənfi 36, yəni mənfi 144. Cəmi mənfi 7. Bu ədədləri tapmaq biraz çətindir. Nəyə vuranda 144 alınır? Misal üçün, 8-i 18-ə vuranda, 12-ni 12-yə vuranda, 9-u 16-ya vuranda 7 ilə əlaqələndirmək üçün ancaq belə deyək, 9 ilə 16-nı əlaqələndirə bilərik. O da necə? Mənfi 16 və 9 vuranda mənfi 144 edir. Toplayanda mənfi 7-ni verir. İndi yazaq. 4x kvadratı çıxılsın. Mənfi 7-ni yerine yazacağım. 16xy üstə gəlib 9xy. Çıxar 36y kvadratı oldu mu? Burada ortaq nə çıxır? 4x çıxır. Yerdə qalır x çıx 4y. Buradan da 9y çıxır. Yerdə nə qalır? X çıx yenə 4y. Qruplaşdıranda görürsən ikisində də x çıx 4y var. Düzmü? Yerdə qalır 4x, üstə gəlinsin 9y. Orada da nəyə bərabər verib? X çıx 4y vuraq aya. Onsuz da x çıx 4y, x çıx 4y eynidir. A-da nə qalır? Əmsallar nədir? Bunun əmsalı 4, bunun əmsalı 13. Aydındır. Seçmə suallara qədər sonuncu sualımız 22-dir. Deməli, biz yuxarıdakı ifadəni tək-tək onlara bölsək aşağıdakını. B-ni alarıq. Yəni, elə bil ki, A üstü 6 çıxar 5A kubu çıxar 24-ü. Sən bölsən A kubu üstə gəl 3-ə, görək nə alınır? A üstü 3-ü nəyə vursan A üstü 6 alarsan? A üstü 3-ə. Vurmada üstlər toplanır. A üstü 3-ə vursan A üstü 6. A üstü 3-ə vuranda 3A kubu alınır. Aydındır. Şimdi A üstü 6'dan A üstü 6 çıxsın getdi. Mənfi 5A kubundan 3A kubu çıxanda nə qalır? Mənfi 8A kubu. Bir daha deyirəm. Mənfi 5-dən çıxırsan 3. Mənfi 8-i qalır. Yuxarıdan 24-də indirir aşağı. İndi belə deyək. Biz nəyə vurmadıq? Mənfi 8-ə. Mənfi 8A kubuna vuranda mənfi 8A kubu. Mənfi 8-i müsbət 3-ə vuranda mənfi 24. Nə qaldı? 0. Deməli, biz bunu buna böldük, aldıq. A kubu çıxar 8-ə. B-ni almaq üçün A kubu çıxar 8-i də bölməliyik elə bil A çıx 2-yə. Düzdür? A çıx 2 vur B-miz. Deməli, A kubu çıxar 8-i. Bir dənə məsələni də qeyd edək. B bərabərdir. A kubu çıxar 8 bölək A çıx 2.
Yuxarı A kubu çıxaq. 2-nin kubu deyil, 8. Birinci kublar silinir. A açıq 2 qalır. Sonra birincinin kvadratı üstəgəl birinci vur ikinci, üstəgəl ikincinin kvadratı. Olur belə bir şey. B çox ədilsin əmsallar cəmi. Bax, orada bir dənə şeydə diqqətli olun. 1A kvadratı 2A plus 4. Əmsallar cəmlədir. 1, 2, 4. Uşaqlar hərdən sual verirlər ki, o 4 əmsaldır. Bəli, əmsaldır. Çünki bu əslində A üstü 0-dır. Yəni 1-in 4-ə hasilidir. Cavabımız olur 7. Aydın oldu. Açıq sualları da istəyirsiniz. Ayrıca bir dənə izah edərəm indi.